Herkese salam, kanalıma xoş gəlmisiniz. Çoxdan da tək heç yerə çıxmırdım. Bugün də Nurun yoxluğundan istifadə edirəm. Rəfiqəm və bacımla xəncəl yeməyə gedirik. Hava da buna tam uyğundur. Bu arada əgər kanalıma abunə olmamısınızsa, elə indi abunə olmağı unutmayın ki, yeni videolarımdan xəbərdar olasınız. Mənim üçün bu böyük bir motivasiyadır. Bacımla görüşdük. Gedirik xəncəl yeməyə. Allah. Çok güzelsin. Kameraya bak. Neresi orada? Həyatda hamımızın yorulduğu, baş qarışığı olduğu, özümüzü bəzən tək hiss etdiyimiz dövrlər olur. Elə günlərdə belə görüşlər mənim üçün sanki kiçik bir terapiyadır. Hərdən düşünürəm ki, insanı ən yaxşı anlayanlar məhz yanında böyüdüyü, xoş və çətin günləri birlikdə keçirdiyi insanlardır. Bacım da, rəfiqəm də mənim üçün sadəcə dost və ya qohum deyil, həm sirdaş, həm də motivasiya qaynağıdır. Biz görüşəndə vaxt necə keçir hiss eləmirik. Hər dəfə danışacaq sözümüz, bölüşəcək xatirələrimiz olur. Bəzi insanlar var ki, onların yanında heç nə demədən də özümüzü rahat hiss edə bilirik. Bizdə də elədir. Bir də bizim görüşlərin ən gözəl yanı budur ki, pislik, qeybət, mənasız söhbətlər yoxdur. Biz şikayətlənmək üçün yox, yaxşı enerjimizi artırmaq üçün görüşürük. Qarşılıqlı dəstək, pozitivlik, sevgi, insan bunlara hər zaman ehtiyac duyur. Hesap anı. Qalıb orada, heç gün gətirmir əlinə. Kimə deyəcək xanım? Bana dəhdirək. Herkes yetişir. Bu görüşlər həm ruhumu yüngülləşdirir, həm də mənə güc verir. Hiss edirəm ki, tək deyiləm, yanımda həmişə məni dəstəkləyən insanlar var və buna görə də özümü çox şanslı sayıram. Sonra isə yolumuzu saldıq Olivia mağazasına. Tırpımdan gəlmiş. İdarə edin. Şimdi tır xoşdursa təmin olur. Anam üçün endirimli məhsulların içərisinə 30 manata bir ətir seçdim. Çox gözəl endirimlər var idi, onları da çəkmişəm. Bəlkə sizə də maraqlı olar. Bu arada yəqin ki, Olivia mağazasından tez-tez alış-veriş eləyənlər bilir ki, bu sarı etiketlərdən istifadə edə bilmək üçün, endirimlərdən yararlana bilmək üçün mağazanın özündən endirim kartları əldə etmək olur. Və təbii ki, bir qız anası olaraq bu stendlərdə çəkmədən o mağazadan çıxa bilməzdim. Çox şirin məhsulları var. Sonra Nur üçün qızıl sırğa baxmağa getmişdim, amma qızıl qiymətlərini görəndən sonra birbaşa arxaya qayıtdıq. Çünki qızıl qiymətləri dəhşət baha idi. Moskva ünvərmağına da bir baş çəkəcəm sonra. Daha sonra Targoviyə gəldik. Hava çox soyuq idi, amma buna baxmayaraq insanlar çox idi. Hər yer canlı, hər yer bayram havasındaydı. Burada dayan. Arkaya geç. Harika. O tərəfə baxıyam. Targovdakı yarmarkaya girmək istədik, amma insan əlindən tərpənmək mümkün değildi. Rıfşın kocasını bekliyorum. Sanki akşam evde buluşmamışlar gibi. Yine bu akşam evde görüşmeyeceklermiş gibi. Neçə ildir görmürsünüz birbirinizi? Hanım, Tam neçə saatda tamına birbirimizi. saat 1'den bu yana birbirimizi görmüyoruz. Uşaq olmayan evliliklerde hayatım. Nasıl bir aşk? Uşağın ondan sonra ne olur kurbanım iki gün gelme. Sağ olun, sağ olun. Bir de görüşün de. Çekemedim.
Sahilə çatanda elə bil nağıllar aləminə düşdük. Yol boyu par-par yanan işıqlar, müxtəlif fiqurlarla bəzədilmiş ağaclar, yolkalar, hər tərəfdən musiqi səsləri gəlirdi. İnsanlar gülərək selfilər çəkirdi. O qədər canlı, o qədər isti bir mənzərə idi ki, qış olduğuna baxmayaraq içimizi istilik bürüdü. Hara gəlmişik biz, çox qəşəngdir. Aşağıdan yuxarı çəkin belə. Sahildə də yarmarka qurulmuşdu. Oyuncaq, dekor mağazaları, isti içkilər, şirniyyatlar, nə axtarsanız var idi. Buz meydançasına çatanda isə tamam başqa bir əyləncə başladı. İnsanlar sürüşüb əylənirdi, bəziləri yıxılıb gülürdü. Mən də həmin o həyəcanı, o sevincli olanları çəkdim ki, siz də hiss edəsiniz. Sahil boyu addımladıqca belə düşünürəm ki, həyatda bəzən çox şey istəmir insan. Biraz işıq, biraz musiqi, ətrafında xoşbəxt insanlar və sevgi ilə keçirilən bir axşam. Bu bəzəklər sadəcə şəhəri gözəlləşdirmir, sanki insanların daxili ümidini də alışdırır. Hər işıqda bir sevinç, hər dekorun arxasında bir bayram xəyalı var. Gəldim, çatdım nəhayət, donmuşam, burnum qıpqırmızı olub. Liftimiz də o qədər təmizdir ki, güzgüləri.